Tələbə üçün iş var yoldaşlar. Bəli, siz əgər tələbəsinizsə, sizin üçün iş var. Necə bir işdir? Şərtlərindən bəhs etmək istəyirəm. Nə işidir və tələbləri nədir? Onlardan bağlı bəhs etmək istəyirəm. İlk öncə qeyd edeyim ki, 10 günlük bir işdir yoldaşlar. 10 günlük bir işdir. 10 günə 200 manat qazanacaqsınız. Yəni belə deyək də, müvəqqəti bir işdir. Deməli, bu Park Bulvardadır. 24 oktyabrdan 2 noyabra qədər olan bir işdir. 2 növbəsi var yoldaşlar. Biri saat 10-dan 6-ya qədər, digəri günorta 2-dən 9-a qədərdir. İş təcrübəsi tələb olunmur, öyrədiləcəkdir işiniz təbii ki. Əsas məsələ nədir? Azərbaycan və rus dillərində danışıq bacarığınız olun. Moda və üsluba marağınız olsun, aktiv olun, pozitiv olun, ünsiyyətçil olun. Nə işidir bu? Satıcı işidir yoldaşlar. 10 günlük işdir. 10 günə 200 manat qazana biləcəyiniz belə bir işdir. Tələbəsinizsə bu cür fürsətlərdən istifadə etmək olar. Kirayə qalırsınızsa kirayə pulunuzu, belə deyim, valideynlərinizə dəstək olmasın. Bu və bənzəri digər işlər də olur. Müvəqqəti olmayan variantlar da olur. Məsələn, təcrübə proqramları olur ki, onlara müraciət edə bilərsiniz və yaxud da başqa variantda da işlər olur. Bu hal-hazırda misal verdim sizə, müvəqqəti bir işdir, yəni 10 günlük işdir. Ümumiyyətlə, iş tapmanızda çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsi profildə qeyd olunub, həmin əlaqə vasitəsinə yaza bilərsiniz. Əlaqə vasitəsində görmürsünüzsə, belə eləyə bilərsiniz. Ola bilər, aranızda bəziləri bilmir. Siz bu videonu harada görürsünüzsə, orada kanala daxil olun. Doğru Ləzzət adlı kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, orada əlaqə vasitəsi qeyd olunur. O həmin əlaqə vasitəsi sözünə toxunmaqla əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Sağ olun, salamat qalın, işsiz qalmayın.